Bakı Ələt-Astara yolunun kənarında yerləşən yolüstü restoranında baş verənlər orada dayanan bir neçə vətəndaş üçün yadda qalan, amma heç də xoş olmayan bir hadisəyə çevrilib. Lənkəranda dostumuzun toyuna gedirdik. Toy axşam saatlarında başlayacaqdı deyə yolda yemək yeməyə qərar verdik və 6 nəfərlik qrup halında bir restoranda dayandıq. İlk olaraq süfrəyə soyuq qəlyanaltılar gəldi, ancaq nə çəngəl, nə də duz vardı. Sadə bir duz və çəngəl üçün dəfələrlə deməli olduq. Bir sözlə bizə dəydi ki, bizə dəydi. Daha sonra isti yeməklər gəldi. Elə bu zaman əsl şok yaşadıq. Suplardan birinin içindən çoxayaqlı bir həşərat çıxdı. Yolüstü restoranı. Toyuq supu demişəm, yəqin toyuq əti az olub, bura bir dənə düz atıb gətiriblər. Yeməklərin dadı və keyfiyyəti də ürək açan deyildi. Düyünün üzərində verilən toyuq kotleti o qədər bərk idi ki, kəsmək demək olar ki, mümkün deyildi. Sanki daşdan hazırlanmışdı. Sonda isə hesabı ödəmək istədik, kartla ödəmək istədikdə bizə bildirdilər ki, post terminal işləmir. Ancaq kartdan karta ödəniş mümkündür. Yanımızda nəqd pul olmadığından bu üsulla ödəniş etməyə məcbur olduq. Ən pisi odur ki, bu yolda yalnız 2 böyük restoran var. İnsanlar istəsə də, istəməsə də məcbur olub burada dayanır və görünür bunu bilən restoran sahibləri də arxayınlaşıb. Xidmət günü-gündən zəifləyir. Elə bazar elə ki, alıcısı olsun. Yəni, nə təklif edirlərsə, onsuz da alan olacaq deyə fikirləşirlər. Belə halların qarşısını almaq üçün aidiyyatı qurumlar bu cür restoranlarda həm təmizlik, həm də ödəniş qaydalarına ciddi nəzarət etməlidirlər. Yoldan keçən insanın da hüququ var. Təmiz yemək, düzgün xidmət və rahat ödəniş.